Yeni il süfrələrinizi bəzəyəcək, həm görünüşü, həm də dadı çox gözəl olan salat resepti ilə gəlmişəm. Salat üçün bizə suda qaynadılmış toyuq filesi, yumurta və horland pendiri lazımdır. Bu ərzaqları rəndədən keçirib üzərinə duz, istiyot, mayonez əlavə edib qarışdırırıq. Bu cür əlimizlə yolka forması verdikdən sonra xırda doğranmış şüydün üzəri hər tərəfi bərabər şəkildə olmaqla gəzdiririk. Alt hissəsinə sadə piçenik yerləşdirib bu cür hər birini hazırlayırıq. Üzərini bəzəmək üçün xırda narlardan istifadə edirik. Hər birinin üzərinə narları bu şəkildə yerləşdiririk. Hazır olan salatlarımızın üzərinə son olaraq kökdən ulduz formasında kəsib çöpə batırıb üzərinə yerləşdiririk. Və sonda gördüyünüz kimi həm dadı möhtəşəm, həm də görünüşü süfrələrinizi bəzəyəcək bir salat alınır. Sonda videonu bəyənib daha da maraqlı reseptlər üçün səhifəmi takibə almağı unutmayın. Hələlik!